Cədvəlimizdə illər və aylar üzrə olan göstəricilər yerləşdirilmişdir. Lakin bəzi xanalarda boş var, yəni ki, məlumatlar silinir və yaxud məlumatlar dəyişdirilib, yerləri boş qalıb. Bizə verilən tapşırıqda həmin xanalara biz hər hansı bir simvol, məsələn, tire daxil etmək istəyirik. Bunun üçün biz həmin xananı seçib bir tire daxil etməliyik. Bu da kifayət qədər vaxt aparır. Çünki cədvəlimiz həddindən artıq böyükdür. Vaxt aparan iş olacaq. Ona görə mən qısa bir zamanda bunu necə yerinə yetirilir, onu göstərəcəm. İlk növbədə cədvəl seçirik. Ctrl A düyməsini vurmaqla cədvələ seçirik. Yeri gəlmişkən burada bir şey də qeyd edeyim. Səhifədə klaviaturada olan Ctrl A düymələri vurulduqda bütün səhifə seçilir. Cədvəl daxilində Ctrl A düyməsini vurulduqda isə yalnız həmin cədvəl seçilir. Bundan sonra Ctrl G düyməsini vururuq. Ekrana belə bir pəncərə gəlir. Special girdik. Bax, yeni bir pəncərə gəldi. Blank, yəni boş xanaları seçirik. OK vurmaqla bütün boş xanalar seçilir. Bundan sonra Ctrl H düyməsini vururuq. Ekrana belə bir pəncərə gəldi. Birinci sətirdə, yəni axtarış sətrində boş qoyuruq. İkinci sətirdə isə məsələn tire qoyuruq. Replace all, yəni hamısını dəyiş. Beləliklə boş qalan hamısında tire yerləşdirildi. Böyüdüm baxın. Bundan sonra qalınlaşdıraq istəsək orta rejim veririk və beləliklə cədvəlimiz bu vəziyyətə gəldi çıxdı.